Prezident Administrasiyasının keçmiş rəhbəri akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Ötən axşamdan bəri müxtəlif şəxslər məsələ ilə bağlı açıqlama və şərhlər verirlər. Lakin Ramiz Mehdiyev, ailə üzvləri və yaxınları qərara münasibət bildirmirlər. Akademikin ittihamları qəbul edib etmədiyi də məlum deyil. Azxəbər.com xəbər verir ki, Yeni Sabah məsələ ilə bağlı Ramiz Mehdiyevin qızı Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya Kafedrasının müdiri, psixologiya elmləri doktoru Professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb. Saytın ona ünvanladığı suallar atasının hazırki vəziyyəti, harda olması və ittihamları qəbul edib etməməsi barədə olub. Kamilə Əliyeva sualları dinlədikdən sonra deyib: "Əvvəlcə deyin görün, mənim nömrəmi sizə kim verib? Siz nə haqla məni narahat edirsiniz? Mən bu haqda heç nə danışmaq istəmirəm və bir kəlmə də deməyəcəyəm." Akademikin qızı bunları dedikdən sonra söhbəti yekunlaşdırıb və telefonu bağlayıb. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyev barəsində verilən vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193, 1.3.2 maddələri ilə ittiham edilir.